Diqqətli olun, yeni cərimələrin tətbiqinə başlanılır. 30 manatdan düz 5000 manata da cərimələrdən söhbət gedir. Cərimələnmək istəmirsinizsə məni diqqətlə dinləyin, çünki aprel ayının 1-dən yeni cərimələr tətbiq olunacaq. Bəlkə aranızda bilənlər var, amma bilməyənlər üçün bildirim ki, yeni qanun layihəsinə əsasən fiziki şəxslər 350 manatdan 500 manata dək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2200 manata dək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manata dək məbləğdə cərimə ediləcək. Bu cərimələr elektron siqaretlərin və onun komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədi ilə saxlanmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə tətbiq ediləcək. Həmçinin, bax, əsas məqam budur. Odur ki, diqqətiniz bəndə olsun. Dəyişikliyə əsasən Azərbaycanda qadağan edilmiş yerlərdə, küçələrdə, digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək. Qeyd edim ki, Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsinə qadağa 2026-cı ilin aprelin 1-dən qüvvəyə minəcək. Ehtiyatlı olun ki, cərimələnməyəsiniz əziz izləyicilər. Bu videonu bəyənib paylaşın ki, daha çox insan bundan xəbərdar olsun. Həmçinin yeni və maraqlı məlumatları qaçırmamaq üçün isə səhifəmə abunə olun. Əsası özünüzdən müğayət olun.